aviasiyanın həyatımıza daxil olmasıdır, tankların həyatımıza daxil olmasıdır. Bunlar hamısı Birinci Dünya müharibəsinin nəticələridir bizim üçün. İkinci Dünya müharibəsinin nəticələri. Aviasiyanı ilk dəfə müharibədə istifadə etdilər. Müharibədə istifadə edildi, sonra mülki həyata tətbiq edildi. İkinci Dünya müharibəsinin nəticəsi isə ümumiyyətlə inqilabıdır. Azca bu gün hamımızın həyatında internet istifadə olunur. Bu birbaşa Alan Turingin kəşf elədiyi o kodlama sisteminin, bəli, kod maşınının tətbiqidir və yaxud reaktiv təyyarələrdir. Enigma deyirlər. Bəli, Enigma. 30 ildir sülh yolu ilə bunlara qarşı tərəfə deyirsən ki, torpaqlarını boşalt. O da zaten rəsmi olaraq xəritəsinə sala bilmir. Beynəlxalq hüquq var hər halda ki, bu torpaqlar onu deyil, rəsmiləşdirə bilmir. Amma eyni zamanda da çıxmır. Sonsuza qədər də orada qal. İndi mənə alternativ deyil. Onun oradan nətər çıxarmaq olar, müharibə olmasa. Əgər kimsə mənim torpağımı gəlib alırsa, bizim bu azadlıqlarımız pozulur. Hər şeydən əvvəl mənim yaşama azadlığım pozulur. Qarşı tərəfin hücumu nəticəsində. İkincisi, mənim orada əmlak azadlığım, mal-mülk azadlığım pozulur. Didərgin düşmüş insanların 1 milyondan çox insanın təkcə onların əmlak hüququ pozulmadı. Eyni zamanda Azərbaycandakı digər insanların da əmlak hüquqları pozuldu. Yəni onlar gəldilər bura, 1 milyon insan gəldilər bura, bazar çökdü, iqtisadi hüquqlarımız pozuldu. Bəs biz bunları nə vaxt bərpa eləməliyik? Hələ bir də ki, insanlar vətən qurmuşdular. Adamın dünya qurmaq hüququnu əlindən alırlar. Mənəvi dünyası çökür. Eynən. Xoş gördük sizi əziz Amin izləyiciləri. Bugün görüşünüzə dostum Rəşad Mustafa ilə gəlmişik. Rəşad müəllim tarixçidir, tarix üzrə fəlsəfə doktorudur, İlahiyyat İnstitutunun müəllimidir və adətən müəllimlər otağında biz öz aramızda hərdən söhbətlərləyirdik. Bugün onlardan birini sizin qarşınızda eləməyə çalışacağıq. Mövzumuz da müharibədir. Müharibə mövzusunu təbii ki, ancaq gərək tarixçi ilə müzakirə eləyəsən. Bütün tarix ardasa müharibələr gedişatıdır, müharibələrin sıralanmasıdır, onlardan alınan dərslərdir. Deyim ki, fəlsəfəyə də müharibələrin çox böyük təsiri var. Məsələn, şərq fəlsəfəsi özəlliklə Ramayana, Mahabharata kimi böyük eposlar, İlyada kimi bir eposlar ki, şərq fəlsəfəsi bunlardan çox bəhrələnibdir. Bunlar tamamilə müharibə ətrafındadılar. Və müharibə sanki burada yeni sivilizasiyanın doğuşunu təmsil edir. Niyə görə bu belə biraz problemdir? Bunu biz müzakirə eləmək istəyirik sizlə. Çünki müasir insan bu mövzudan o qədər uzaqlaşıb ya yasaqlaşdırıb özü üçün də. Sanki bu da bir paradoksdur. Nə qədər bunu yasaqlaşdırırsa bir o qədər gəldi, çıxdı müharibənin içinə. Və biz indi elə bir dönüş nöqtəsində yaşayırıq ki, bütün ətrafımızda müharibələrdir. Ona görə mövzumuzu müzakirə etmək də çox aktualdır. Rəşad müəllim, nədir müharibə sizə görə? Xoş gününüz olsun, xoş gördük sizi Müşfiq müəllim. Əhvalınız xoş olsun, müharibəsiz olsun deyək əvvəlcə. Amma müharibəsiz də həyat yoxdur. Müharibə ümumiyyətlə döyüşdən fərqli olaraq daha sistemli, daha uzun müddətli, hətta Clausewitzin belə bir sözü var ki, siyasətin zorakılıqla davamıdır deyir. Amma biz bilirik ki, müharibəyə fərqli yanaşmalar mövcuddur. Şərqdə ən əhəmiyyətli şəxslərdən biri Smatisyan məsəl üçün buna induktiv, yəni tarixin bir nəticəsi kimi baxır. Clausewitz isə buna ümumiyyətlə biraz məcburiyyət kimi baxır, yəni reallıq kimi baxır, davam etdirmə. Biri olmuş hadisələrin nəticəsi kimi, yəni şərq fəlsəfəsində. Qərbdə isə nisbətən yəni həyatı davam etdirmə məsələsi kimi qoyur buna. Yəni sosial determinizm kimi baxır, belə deyək. Müharibə ümumiyyətlə biz buna pasifist nəzəriyyədə tamamilə pis, şər kimi də baxa bilərik. Son zamanlarda elə bu pasifizm daha çox oturubdur. Bəziləri deyir ki, yox, ümumiyyətlə biz realizmlə baxsaq, ümumiyyətlə bu mütləq məcburdur. Yəni əgər məsəl üçün siz bayaq çox gözəl bir söz istifadə elədiniz ki, əgər bir yeni bir şey olmasa, köhnəni dağıtmasaq, tamamilə məhv eləməsək, yenini inşa eləmək olmaz. Bir də bunun bir tam ortası var. Məsəl üçün belə deyək ki, ədalət naminə müharibələr,
sərhədləri qorumaq naminə müharibələr, Jasfor deyirik də. Bunlar kimlərdir? Foma Akvinaldır məsəl üçün. İbn Xaldun biraz bu məsələyə yaxındır belə deyək ki, və yaxud 1950-ci ildə qurulan Şeybani Beynəlxalq Hüquq Cəmiyyəti var. Elə bizim özümüzün içindən çıxan 8-ci əsrin, 9-cu əsrin əvvəllərində o beynəlxalq hüququn normalarını bundan sonra buna əlavə eləyiblər, buna istinad eləyiblər daha doğrusu. Görəsən nə dərəcədə müharibələr bizə lazımdır və yaxud lazım deyil, əxlaqlıdır, əxlaqlı deyil. Adicə mən sizə deyim, bu qırmızı xaçlardır, yardımlardır və yaxud adicə siz bilirsiniz ki, bu Florence Nightingale-dir, digərlərdir, bu təcili yardımlardır. Aviasiyanın həyatımıza daxil olmasıdır, tankların həyatımıza daxil olmasıdır. Bunlar hamısı Birinci Dünya müharibəsinin nəticələridir bizim üçün. İkinci Dünya müharibəsinin nəticələri. Aviasiyanı ilk dəfə müharibədə istifadə elədilər. Müharibədə istifadə elədilər, sonra mülki həyata tətbiq edildi. İkinci Dünya müharibəsinin nəticəsi isə ümumiyyətlə inqilabıdır. Azca bu gün hamımızın həyatında internet istifadə olunur. Bu birbaşa Alan Turingin kəşf elədiyi o kodlama sisteminin, bəli, kod maşınının tətbiqidir və yaxud reaktiv təyyarələrdir. Enigma deyirlər. Bəli, Enigma. O məşhur filmi də var, bilirsiniz. Və yaxud nüvə enerjisinin tətbiqidir. Bunlar hamısı 2-ci Dünya müharibəsinin nəticəsində. Görünüşdə şər kimi olsa da, bu bıçaq bilirsiniz də analogiyasıdır. Bıçaqla insan öldürə də bilərik, çörək də kəsə bilərik. Hər hansı bir yerdə ev tikməyimiz belə təbiətlə müəyyən mənada bir müharibədir. Və yaxud özümüzün işimizdə nəyisə məcbur eləməyimiz belə bizim özümüzlə daxili bir müharibəmizdir. Tutaq ki, oturub bir yazı yazırıq, özümüzü nəyisə, yəni bu mənada belə baxsaq, biz hər zaman bir müharibə içindəyik. Sistemli bir və yaxud sistemsiz bir müharibə və yaxud döyüş, mübarizə içindəyik. Əlbəttə ki, tamamilə pasifist şəkildə yaşamaq da mümkün deyil. Yəni tamamilə passiv durmaq da mümkün deyil. Sadəcə burada nə məsələ var? Tamamilə... Bəzən deyirlər ki, tutan müharibəni sözünüzdə kəsdim. Buyurun. Müharibə problemlərin yeganə həlli yolu deyil də. Məsələn, tutam alternativ yollarla problemləri həll etmək olar. Adam da baxır, deyir ki, elə vəziyyət var ki, bunun alternativi yoxdur. Məsələn, biz Ermənistanla olan müharibəmizdə bu pasifistlər bizdə də qalxdı sosial şəbəkələrdə. Mən elə o vaxt başladım bu mövzu üzərində düşünməyə ki, yaxşı, sən 30 ildir sülh yolu ilə bunlara qarşı tərəfə deyirsən ki, torpaqlarını boşalt. O da zaten rəsmi olaraq xəritəsinə sala bilmir. Beynəlxalq hüquq var hər halda ki, bu torpaqlar onu deyil, rəsmiləşdirə bilmir. Amma eyni zamanda da çıxmır. Sonsuza qədər də orada qal. İndi mənə alternativ deyil, onun oradan nətər çıxarmaq olar müharibə olmasa. Eyni. Tariximizdə də, bizim mədəniyyətimizdə də bunun çox nümunəsi vardır. Həddindən artıq nümunəsi vardır. Adicə mən sizə bir şey deyim ki, siz düşünün ki, məsələn, bizim ta Mete Xaqana doğru qədər getsək, Dədə Qorqud da müharibə ətrafındadır ya. Bəli, Diyanmadan elçilər göndərilir Mete Xaqana, deyirlər ki, atını göndər elçi. Deyir ki, məşhur pritçadır, məşhur qıssadır. Cəmaət deyir ki, at göndərilərmi? Kişinin bilirsiniz də, at, arvad, silah, bəli, qeyrət. Deyir ki, göndərin, müharibə eləməyək. Sonra deyir ki, ən gözəl xanımlardan birini göndər. Deyir, göndərim, bizim üçün, kişi üçün bu qəbul edilməzdir ki, ən axırda deyirlər ki, torpağını filan yerdə bir qəsəbəni verir, deyir, yox, torpaqdan pay olmaz və ən son müasir maraqlıdır ki, müharibələrin kökündə də, müasir belə deyək, müharibə nəzəriyyəsinin kökündə də bunlar durur. Müharibəyə nə vaxt başlamaq lazımdır? Müharibə necə aparılmalıdır? Müharibədən, bəli, kasus belli. Müharibədən sonra insanlar özlərini necə aparmalıdır? 30 il ərzində biz gözlədik əslində ki, görəsən bu vəziyyət düzələcəkmi? Bu müharibədən əvvəlki dövrdür. Müharibəyə elə vaxt girmək lazımdır ki, itki minimum ölçüdə olsun. O bir il ərzində düşünün bizim 20 mindən çox itkimiz oldu. Yəni bir il nəyə görə mən deyirəm? Çünki biz 91-ci ilin sonunda müstəqillik qazanmışdıq və 93-cü ilə qədər də o atəşkəs dövrünə qədər də Birinci Qarabağ müharibəsi. Yəni mən o atəşli müharibələr, çox itkilər, Xocalı soyğunu mən o məndə o bir il ərzində mən ona görə deyirəm. Və biz orada o qədər itki verdik ki, həddindən artıq çox itki verdik. Ondan sonra uğurlu iqtisadi
inkişaf getməli idi. Ondan sonra düşünün ki, 93-cü ildən 2020-ci ilə qədər biz güc yığmalıyıq, ordu düzəltməliyik və s. və yəni bu müharibədən əvvəlki şəraitdir. Və biz gözlədik ki, düşünün biz o Mübariz İbrahimovdur, daha sonra 2016-cı il aprel döyüşləridir, Günnüt uğrunda olan döyüşlərdir. Tam uyğun yetişmiş vaxtını gözlədik ki, müharibə məhz, indi başladı, müharibə məhz elə vaxt getməlidir ki, az itki verilsin, böyük uğur qazanılsın və eyni zamanda da bu müharibə əxlaqına olan ən əhəmiyyətli şeylərdir, yəni ən doğru nəticədir. Saftekin məsəl üçün Roman Diogenin yanına gedir. Roman Diogen deyir ki, Malazgirt döyüşündən qabaq deyir ki, İsfahan gözəldir, yoxsa Həmədan gözəldir deyir. Deyir ki, İsfahan deyir, biraz istidir, Həmədan biraz soyuqdur. Deyir, hə, o zaman deyir, atlarımız deyir Həmədanda, biz isə İsfahanda qışlayacağıq. Deyir, vallah deyir, atlarınızın deyir Həmədanda qışlayacağı dəqiqdir. Saftekin cavab verir. Sizin deyir harda qışlayacağınızı biz qərar verəcəyik. Saftekin Alparslanın sərkərdəsidir, onun yanına elçi kimi göndərilmişdi. Yəni bu döyüş zamanı, amma düşünün ki, məsələn, elçi toxunulmazlığı var. Yəni Roman Diogen də bu sözləri deyərkən elçinin toxunulmazlığı bəli, istifadə edir və onu heç nə eləmir. Amma düşünün ki, ondan bir neçə il əvvəl hansı hadisə baş verir? Leonidasla Kserksin göndərdiyi elçi deyir ki, mənə su və torpaq verin. Leonidas əsəbləşir, nə edir? Vurur onu quyuya salır. Bəli, bura Spartadır. İstəyirsənsə get quyunun altından. Elçinin toxunulmazlığını pozur məsəl üçün. Və Spartalılar düşünür ki, biz elçinin toxunulmazlığını pozulduğumuz üçün lənətləndik və 2 nəfəri göndərirlər Kserksin yanına ki, xahiş edirik ki, siz də bunu öldürün, bəli. Bunun lənət üzərimizdən qalxsın. Kserks deyir ki, biz sizin kimi barbar millət deyilik. Ona görə biz toxunmuruq. Əslində məqsədi onun o təkəbbür, mənəvi olaraq sizdən, mədəni olaraq sizdən üstünü, yəni mədəniyyətini isbat eləmək deyil, bir mənada da təkəbbürünü göstərməkdir bu mənada. Yoxsa onun bu mənada fikri yoxdur. Və onlar geri qayıdarkən lənət bizim üzərimizdədir hələ də düşüncəsi ilə gedirlər. Deyirlər, bu onların o əslində 300 nəfər deyirlər. Yəni tarixi mənbələrdə biz bilirik ki, hardasa 5000-7000 arasıdır Yunanlar. 300 nəfər sadəcə mifdir. Tarixdə şişirtmələr də var, bazaltmalar da var. İran ordusu da milyon deyil, Herodotda qeyd elədiyi kimi. 120.000 nəfər zadır. Yəni 7000 nəfərin 120.000 nəfərə qarşı döyüşüdür. Bəli, milyon nəfərlik də 2 milyon yarım zat kimi qeyd eləyir Herodot və bu döyüşdə də onların, yəni bunu ancaq bu lənəti ancaq qan yuya bilər deyirlər və Fermopil keçində biz bilirik ki, o döyüşdə onların lənəti üzərlərindən tökmək üçün əslində şiddətli orada bir döyüş baş verir. Yəni bu ritorika, gəl al deməsi, oxlar biz təxminən bizdə də oldu da. Məsələn, bizim tanklarımız Bakıya gələcək, biz də Qənimət Parkına yığdıq tankları, dedi, hə, doğrudan da tanklarımız gəldi. Və ya Bakıda çay içəcəm, gəldilər indi təcridxanada çay içirlər. Bəli, buyurun gəlin Bakıya. Eyni. Yəni tarix əslində təkrardan ibarətdir və bu müharibələr, məsəl üçün bu Spartalılar əslində müharibədən sonra Fermopil bizə bir qələbə kimi təqdim edilir. Amma Fermopildən sonra nə oldu? İranlılar Afinaya girdilər və oranı dağıtdılar, yandırdılar. Amma ölmək qiymətli bir şeydir. Ölməkdən qiymətli bir şey yoxdur. Mifi yazıldı və sonrakı dövrlərdə Yunanlıları elə bil ki, bir mənada ölməyə bunu necə deyək, hədəflədilər. Ölmək onlar üçün bir hədəfə çevrildi. Müqəddəs bir şeyə çevrildi. Bu mənada şəhidlik zirvəsi. Bəli, bu mənada müharibə müqəddəsləşdirildi və ondan sonra biz bilirik ki, Salamin döyüşüdür, Plateya döyüşüdür. Burada artıq İranlılar Yunanların iradəsini, müqavimətini qıra bilmədilər. Yəni o 10 ili gözləyib gücləndilər. Bizdə də biz 1-ci Qarabağ müharibəsində bu əslində çox böyük bir Yunanların uğuru idi. Biz də 30 il ərzində gözlədik və biz də əlbəttə ki, müstəqillikdən təzə çıxmış bir millətin millət quruculuq prosesi hələ tamamlanmamışdı və 30 ildə hər şeydən əvvəl birinci o millət quruculuğu prosesi müəyyən mənada tamamlandı və siz düşünün ki, ən yüksək, yəni mənim yadıma gəlir ki, nə bilim o əsgərlərə su verən kim,
nə bilim, ən sadə o siqaret səhnələr verən kimi yadıma o səhnələr, yəni çox kövrəldi. bəli, insanlar hər Xalq şeyini verir, toparlana xalq bilir. toparlandı. Belə çıxır ki, müharibə lazımmış ki, az qala xalqın xalq olduğunu hiss eləməsi üçün. Eynən, hər yerdə bayraqlar. Mən o vaxta qədər hər yerdə bu qədər bayraq olduğunu görməmişdim. Və sizə bir şey söyləyim. O təxminən ondan biraz əvvəl ya ondan biraz sonra Qırğızıstanla deyəsən Tacikistan arasında müharibə kimi bir şeylər oldu, atışmalar oldu sərhəddə və o zaman şeyləri aşkarladılar ki, kimin nə qədər BMP-si var, kimin nə qədər tankı var. Biraz mənə öz fəaliyyət kimi görsəndi. Yəni fikirləşdim ki, fikir verim. Məsəl üçün müharibə əslində heç kimin arzulamayacağı bir şeydir. Amma bizim yaxın tariximizdə iki müharibənin olması bizi bir dövlət kimi də formalaşdırdı. Eyni prosesi, məsələn, Orta Asiya respublikaları hələ keçməyiblər. Ona görə onların müdafiə məsələsində çox böyük axsaqlıqlar var. O toqquşmalarda mən bunu anladım ki, bu nədir? Məhəllə döyüşləri gedir, elə bir ki, mikrorayondan döyüşür. Ciddi ordu yoxdurmu? Doğrudan da yox imiş. Düşünün ki, mən Ərəb ölkələrindən birinə getmişdim, bir elmi işlə bağlı. Burada konferansla əlaqəli. Orada bir Yəmənli taksi sürücüsü, Yəməndə hər yerdə onlar varlar, xırda işlərlə məşğul olurlar. Hardansan, dedim Azərbaycan, mənə deyir ki, yəni əvvəllər getdiyimiz yerlərdə ümumiyyətlə Azərbaycan haqqında düşüncələri olmazkən, ya Türkiyəni, ya keçmiş Sovet Respublikasını xatırlatmaq lazım gələrkən, indi bizə deyirlər ki, o Azərbaycan, İlham Əliyev belə deyib bizə, ya da hətta yəni bu səviyyədə tanıyırlar və bizə, yəni o adam yəqin ki, ərəb dilində Ermeniya deyirlər. Ermeniyanı qarışdırır, Rumıniya deyir. Deyirsiniz, deyir Rumuniyaya qalib getirəm. Qardaş, bizi işə salma, Rumıniya deyil, Ermeniya ilə, yəni ki, Ermənistanla dava eləmişik, deyir olsun deyir və fəxrlə danışır bunu. Yəni biz təkcə biz deyil, bizimlə digər ətraf insanlar da fəxr eləyir. Yəni bu mənada bizim apardığımız müharibə tam realistik və pasifist nöqteyi nəzərdən tam orta ölçüdə bir müharibə idi və ədalətli idi. Da dayandıq. Bəli. Haqqımız vardı hərçənd ki. Dayandıq. Bu mənada İbn Haldun müharibənin 4 növünü deyir. Bir, bədəvi qəbilələr arasında olan müharibələrdir. Tayfalar tayfalara paxıllıq eləyir. 2, talançılıq məqsədi ilə olan müharibələrdir. 3, ədalətli olan müharibələrdir. Yəni hər hansı bir dini məqsəd uğrunda və s. Bu klassifikasiyanı deyəndə ki, məsələn, talançılıqla. İndi bu biri talançılıqla gəlir. O birisi tərəf üçün bu ədalətli müharibə olmur. Eynən. İndi mən onu deyəcəm. Yəni qarşı tərəfdən. 4-cü isə dövlət və sultanlıq müharibələridir. İbn Haldun deyir ki, birinci ikisi ədalətsizdir, qəbul edilməz müharibələrdir. 3-cü və 4-cü, məsəl üçün din yaymaq. Din yaymaq indi o dövr dini idi də. Bizim üçün, bizim bu dövrümüz üçün qayda qanunu təmin etmək üçün, ədaləti təmin etmək üçün olan müharibələrdir. Mahabharata da belə idi. Dharmanın təsdiq olunması üçün böyük bir müharibə qurulur. Bəli. O Krishna da bunu belə mənalandırır. Bəli. O Ərcunazad məsələsi, o iki qardaşların müharibəsi. Kauravlarla Pandavların döyüşü. Və bu 3-cü də deyir dövlət və sultanlıq. Yəni nə demək istəyir? Deyir, bir dövlətin öz sərhədlərini qorumaqdan daha deyir ədalətli müharibə ola bilməz. Yəni bu sosiologiyanın ən təməl, düşünün ki, bu Hugo Grotius'də və s. də bunlar da var və bu bizim ən təməl hüquqlarımızdır. Bu hüquqları əlbəttə ki, bizim bir də birisi deyir ki, üzr istəyirəm. Deyir ki, məsələn, torpaqdır da, indi ondan ötürü insan öldürməyə dəyər. Məsəl üçün deyirsiniz, sultanlığın torpaqlarını qorumaq müqəddəsdir də, bu vətənin müqəddəsi. İndi qorumasa nə olur, məsələn? İnsanın ən təməl hüququ, biz bilirik ki, ta bu maarifçilərdən əvvəl də bu məsələ var idi. Bilirsiniz ki, ona təbii hüquqlar deyirlər. Yaşama azadlığıdır, mal-mülk azadlığıdır, iqtisadi azadlıqlar və s. edilir. Vicdan azadlığıdır. Bu azadlıqların içində əgər kimsə mənim torpağımı gəlib alırsa, bizim bu azadlıqlarımız pozulur. Hər şeydən əvvəl mənim yaşama azadlığım pozulur. Qarşı tərəfin hücumu nəticəsində. İkincisi, mənim orada əmlak azadlığım, mal-mülk azadlığım pozulur. Bizdə Qərbi Azərbaycan və Qarabağ və Şərqi Zəngəzurdan gəlib köçmüş, didərgin düşmüş insanların 1 milyondan çox insanın təkcə onların əmlak hüququ pozulmadı. Eyni zamanda Azərbaycandakı digər insanların da
əmlak hüquqları pozuldu. Yəni onlar gəldilər bura, 1 milyon insan Bazar gəldilər çökdü bura, də. bazar çökdü, iqtisadi hüquqlarımız pozuldu. Bəs biz bunları nə vaxt bərpa eləməliyik? Hələ bir də ki, insanlar vətən qurmuşdular. Bəli. Adamın dünya qurmaq hüququnu Bəli. əlindən alırlar. Mənəvi Eynən. dünyası çökür. Eynən, eynən. Siz düşünün ki, yəni 20% torpağı, yəni o sözü deyən insanların evinin içinə gəlib qonşu 5 otaqlı evinin bir otağını alsa, o adam yenə də pasiv Ki ora girə olaraq bilməyəcəksən. qala bilərmi? Bu şəkildə qala bilərmi? Qan salar. Və yaxud çıx get. Yəni bu dünya Əgər hipilər qalarsa, bəli, Rəşad müəllim, əgər razı olarsa ona, onda o ailə olmayacaq. bəli. Eynən, eynən. Onda o xalq ola bilməyəcək. Bəli. Strukturunu itirəcək. Eynən. Bir sürüyə dönüşəcək. Ona görə ictimai müqavilə deyilən bir şey var da biz bilirik. Ya və dövlət də buna görə lazımdır. İnsanların birliyi də buna görə lazımdır və bizdə bu Polad Həşimov şəhid olandan sonra biz gördük ki, konsensus oldu və bu konsensusa əsasən artıq xalq dedi ki, mən hazıram və bundan sonra da zaten ordumuz da buna hazır idi və çox qısa bir zamanda 44 gün ərzində, o 1 il ərzində nə qədər şəhid verdik və 44 gün ərzində minimum itki ilə çox böyük bir nəticə əldə elədik və dayanmaq lazım olanda da dayandıq. Və ikincisində də gördünüz ki, heç 24 saat çəkmədi. Bir də demək Antiterror burada əməliyyatında. zamanlamanın da önəmi var. Siz Çox danışdıqca mən əhəmiyyəti var idi, anlayıram ki, nə bunu tez başlaya bilməzsən, alınmaz. Nə gec başlaya bilməzsən, bu mənəvi legitimliyi də toplanmalıdır da. Məsələn, indi o generalımız elə vaxtlar rəhmətə getdi ki, şəhid oldu ki, döyüşlərdə bilavasitə sanki iştirak eləməmiş oldu, amma müharibə də bir ondan başladı sanki. Eynən, eynən. Başlanğıc Yəni o nöqtəsi iştirak oldu. elədi o müharibədə Bəli, faktiki olaraq. Yəni önəmli aşamalar, mərhələlər keçmiş olduq. Bir torpaq doğrudan da üzərində qan tökən varsa vətəndir. Əks halda vətən olmur və bəzən olur ki, böyük güclər hansısa bir konjunkturaya uyğun olaraq bir dövlət yaradırlar. Məsələn, Ermənistan dövləti yaratdılar. Nə yoğurdum, nə yapdım, hazırca kökə tapdım. Qədim türklərin yaşayış məskənlərindən torpaq alıb verdilər, İrandan köçürtdülər, Türkiyədən köçürtdülər. Onları bir dövlət yaratdılar orada və o xalqın əvəzinə 1-ci Qarabağ müharibəsində də ruslar vuruşdu. Qələbəni də onlar üçün təmin etdilər. Və 2-ci Qarabağ müharibəsində də hələ də o davam edir. Rusiyaya bir küsmüşlük ifadə elədilər ki, siz bizi niyə müdafiə eləmədiniz? Bizim haqqımız var, biz qudurmuş uşaqlar kimi onun bunun üstünə hücum eləyəcəyik, amma onlar artıq bizi qalib gəlməyə çatanda siz gəlib bizi qorumalısınız da. Və bu komik biraz və tragik bir vəziyyət ona görə yaranır ki, bir xalq günəş altındakı yerini vuruşaraq, qonşuları ilə diplomatik əlaqələr quraraq, o çətinliklərdən keçərək əldə eləmir. Bir hədiyyə kimi əldə edir. Və o sonraki illər üçün böyük bir baş ağrısı və problemə dönüşür. Və Allah da, məsəl üçün, para ilə sən vətən yarada bilməzsən, torpaq alanmazsan. Yalnız əskər qanı ilə torpaq alınır. O da sanki elə bir, onun da tapusu hər bir 100 ildən bir yenilənmək zorunda olur ki, sanki xalqa soruşurlar, sən layiqsənmi yenə burada yaşamaq? Çünki Quranda ayə var, deyir ki, siz layiq olmazsınız burada yaşamağa, sizi götürər, başqalarını gətirərər. Necə az sayılı xalqları çox sayılı xalqların üzərində qalib qıldığı Bəqərə. Zaten o müharibələr şeyləri onun üzərinə qurulub. Yəni bu sosiologiyada, İslamda onun üzərinə qurulub. Yəni biz belə deyək, İslam sosiologiyasında müharibə anlayışı nə tam pasifistdir Buddizm kimi, nə də indi müasir o Clausewitz nəzəriyyəsindəki kimi də, nə də tam realist. Yəni müharibə hər şeyi həll edən deyil. Musanın 10 yasasından qanunu ki var, onun birisi də öldürmə prinsipidir, təkrarlanan və bunu da kontekstdən çıxarırlar ki, Xristianlıqda və Yahudilikdə öldürmə prinsipi var. Bu da İslamla da dolayısıyla, çünki səmavi dinlərdir də, günahsız öldürmə söhbəti var. Sadəcə olaraq öldürmə, sənin üstüvə gəlir, evi alır, mənzili alır, yaxınları öldürür və sən öldürmə prinsipinə tabisən. Absurd bir dinə girə bilərsən sən. Bəli. Yəni o zaman pasifizm də mənə bundan qaynaqlanır. Eynən. Buddizmdə də bu var, belə qeyri-konstruktiv bir şey. Məsələn, mən buddizmlə məşğul olmuşam, onun
Dhammapadasını tərcümə eləmişəm bir vaxtlar. Şübhəsiz ki, çox böyük dərinliklər var orada, amma ahimsa prinsipinin, yəni öldürmək olmaz prinsipinin qədərindən artıq şişirdilməsi, məsələn, hinduizmdə o şey çərçivəsindədir. Krishna Arjunaya deyir ki, vuruşmalısan. Bəli. Həyat gəlib elə bir nöqtəyə, bifurkasiya nöqtəsinə çatıb ki, bu Bharata torpağında bu müharibə olmalıdır ki, haqq ədalət yenilənə bilsin. Amma bu da saraydan da çıxır, ictimai həyatdan da çıxır və ona görə biraz asosiallıq var orada. Mənə gəlir ki, ifrata varıblar bu şeydə. Məsələn, bu Yaponlara... Orada pasifizmin yeri var, amma bu biri dinlərdə... Yapon buddizmi bu mənada çox mənə maraqlı gəlir. Məsələn, düşünün samuray ki, orada məktəbi. samuray, Bushido'da bu samuray yolu. Məsələn, o buddizm o zaman nədir? Əgər bu belədirsə, bu çox o məncə təbiətin səsidir. Əlbəttə ki, orada biraz da fərqli yanaşma var. Bəli, o köhnə onların düşüncəsi ilə bunların buddizm cəngavər əxlaqı var. Bu mənada əlbəttə ki, yəni görəsən Yaponlar buddizmi başa düşməyib deyə bilmərik əlbəttə ki. Yəni buddizmin özündə də əslində müəyyən mənada haqsızlığa qarşı, ədalətsizliyə qarşı, eynən İslamda olduğu kimi, eynən xristianlıqda olduğu kimi və digər dinlərdə olduğu kimi mübarizə var. Bir də mən düşünürəm ki, dinə insan yolunu öz ürəyindən keçərək getməlidir. Kitablardan keçəndə aza bilir. Kitablardan, kontekstdən. Çünki deyir, bu ayələr elm verdiyimiz kəslərin ürəklərinə yazılıdır. Belə bir uyğunluq olmadan, Yaponlar görünür ki, orada öz ürəklərindən yola çıxıblar, o kimlərsə və görürlər ki, bu təbiidir, bu ruhaniyyata zidd deyil. Amma belə kontekstdən çıxarında çox süni fəlsəfələr də yaratmaq mümkündür burada. Əlbəttə ki, biz bununla da rastlaşırıq. Əlbəttə ki. Bu yaxınlarda İlbər Ortaylı'nın Allah rəhmət eləsin, rəhmətə getdi. Bir müsahibəsini dinləyirdim. Orada belə bir şey dedi ki, mən kitablardan müharibələri anlaya bilmirəm. Məsələn, deyir, bu Avstriyada 30 illik müharibəni deyir, tədqiq eləmək üçün mən getdim, o yerləri gəzdim, o şəhərlərin arasında oldum və başa düşdüm ki, bu müharibə necə gedir. Uşaqlıqdan tarix kitablarını oxuyanda məni də həmişə bu dilemma tuturdu, cənginə alırdı ki, məsələn, oxuyuruq ki, Hannibal belə dağları aşırtdı, filləri, ordunu. Amma real olaraq bunu, ya Suvorov buradan ora gəldi falan, real olaraq bunu təsəvvür eləmirsən ki, bir 10 minlik deyəlim ki, bir ordunu arxava taxıb aparırsan, bunun yeməyi var, bunun içməyi var, bunun nə bilim işçiləri var, bunun istehkam qurucuları var, bunun səhra hospitalı var. Bunlar necə təşkil olunur və bu məsafələr necə gedilir, necə düşərgə salınır. Biz kitabdan oxuyuruq, bizə elə bir şey kimi gəlir. Həqiqətən də anlaya bilmirik. Eyni. Və məsəl üçün Şuşa qələbəsini də məsələn o əsgərlərin dırmaşdığı qayalara gedib baxmalısan, hardan keçiblər, hansı yolla. Əks təqdirdə müharibə bir nəsildən sonra kitablaşır, anlamını da itirir və müasir adam anlaya bilmir ki, bu nədir. Nə qəhrəmanlıqlardan keçiblər insanlar o qələbəyə çatmaq üçün. Bir tarixçi kimi bunun dilemmasını tələbələrlə ünsiyyətdə bir şey istəyirsinizmi? Əlbəttə ki, məsəl üçün heç bir zaman tutaq ki, bu 31 Mart soyqırımı bu yaxınlarda biz qeyd elədik, belə deyək, yadımıza saldıq, xatırladıq. Orada çox böyük itkilər var. 12 min nəfər və yaxud Srebrenicada deyirik 8 min nəfər, belə deyək, çox insan vəfat elədi, şəhid oldu. Deyirəm ki, bu rəqəmlər olmamalıdır əslində. Statistika heç nə demir. Statistika bizə heç nə demir. Siz düşünün ki, orada bizdə adicə 20 yanvarda bəzən 130, 171 ümumilikdə deyək də rəqəmdir, amma bu bizim üçün milləti oyadan necə böyük bir rəqəmdir. Millət qrupundan çox, o gecə çox bizim üçün bir şok terapiyadır da belə deyək. O bizə bəzən özündən gedən insanı oyatmaqda ötürü bir şapalaq lazım olur. Siz təsəvvür edin ki, mənim imtahanım var idi 21-i. İnstitutda idim, tələbə idim. Bir də eşitdim ki, part bir səs gəldi. Koridora çıxdıq, gördük, politbüronun şəkili var idi orada. Qarbaçovun birisi şeyi götürüb, oturacağı götürüb çıxmışdı Qarbaçovun şəklinə olan şey. Yəni bu bir
üsyanın ifadəsi. Heç vaxt başqa vaxt buna cəsarət edə bilməzlər. Müharibə yeni dünyanın, yeni mədəniyyətin doğum sancısıdır. Şübhəsiz ki, biz müharibə təbliği ilə məşğul deyilik burada. Sadəcə olaraq bir tərəfli bu pasifist baxışlar bizim mədəniyyətimizə elə bilirəm ki, elə bir müdaxilə eləyir ki, sonra biz bu dini kitabları anlamaz vəziyyətə gəlib çıxırıq. Çünki əks təqdirdə oxuyanda deyəcəksə, burada müharibə var, burada girin onun torpaqlarına və ya siz bu torpaqda yaşayamaz olsa sizi götürər, başqasını gətirərik. Bir də söhbət ədalətli müharibədən gedir. Biz belə şeydən danışmadıq. Təbii, müdafiə xarakter, təhsil müdafiə yox, yəni düzgün öz dünyasını qorumaqdan öz dünyasını inşa etmək mənasında. Bəli. Belə mən sizə təşəkkür etmək istəyirəm Rəşad müəllim. Məncə maraqlı bir mövzu idi və bir neçə nöqtəsinə ən azı toxuna bildik. Bəli. Çox sağ olun gəldiyiniz üçün. Mən təşəkkür edirəm. Sağ olun. İzləyicilərimizə isə gələn görüşlərə qədər deyirəm. Sağ olun.